Salam öz YouTube izləyicilərim. Mən bu günləri ilk vloqumla sizin qarşınızdayım. Bu günləri milli mətbəximizdən olan aşı süzəcəm. Demək ilk öncə gördüyünüz kimi düylərimi yaxşıca yudum. Suyumu qaynamağa qoydum. Burada duz əlavə eləyirəm. Sonra isə toyuqlarımı doğramağa başlayıram. Qısa-qısa eləmişəm ki, nə siz bezəsiz, nə mən yorulum. Demək, burada yaxşıca duzlayıram, istiot duyuram. Sonra isə düyümü yaxşı yudum, duzladım və burada artıq suyum qaynamışdı. Düyümü suyumun içinə əlavə etdim. Və burada toyuqlarımı qaynamağa qoyacağam. Ki qaynayandan sonra düyünün altına yığanda daha yaxşı olur, daha yaxşı bişmiş olur. Burada süzürəm toyuqlarımı, yuyuram. Qazana yağ əlavə edirəm, toyuqlarımı düzürəm və toyuqların bir üzü qızarır, çevirirəm, o bir üzünə qoyanda düyünü üzərinə əlavə edirəm. Və üzərinə yağ, sarı kök əlavə elədim. Qoyuruq dəm almağa. Demək, təxminən 40-45 dəqiqə dəmə qoyuram. Artıq düyümüz hazırdır. Gördüyünüz kimi dən-dən, rəngi gözəl. Nə yapışma var, nə yanma var. Nar kimi qəşəng qızarıb toyuqlarımız. Budur, göz haqqınıza halal eləyin. Daha çox videoların gəlməsi üçün izləmədə qalın.